Əl-Bəqərə surəsinin 183-cü ayəsində Allah Teala buyurur: "Şəhru Ramazanəl-ləzi unzilə fihil Qur'an." Ramazan ayı elə bir aydır ki, bu ayda Qur'an nazil olub. Biz bu 3 ayəni bir yerə toplasaq, cəmləsək və nəticə alsaq, biz Qədir gecəsində nazil etdik, mübarək bir gecədə nazil etdik, Ramazan ayında nazil etdik. Deməli, Ramazan ayındayıq, mübarək gecənin Ramazan ayında və məhz Qədir gecəsinin də Ramazan ayında olduğu şəksiz şübhəsizdir. Amma indi həmin o bir gecə ki, Peyğəmbər Salavatullahın qəlbinə Qur'an nazil olub, sonra 23 il ərzində məqam, zaman, şəraitə uyğun olaraq ayələr bir-bir qeyd olunub. Həmin gecə bu ayın hansı gecəsi olduğu ən çox ehtimal verilən gecələr 19-cu, 21-ci, 23, 24, 27. Bir sözlə məsumlarımızdan əlimizə gəlib çatan hədislər var ki, son 10 gecəni Peyğəmbər Salavatullah yataq salmazdı, yəni yatağına girməzdi. Son 10 gecəni oyaq qalardı. Qədir gecəsinin əməllərindən biri oyaq qalmaqdır. Amma orada digər əməlləri var. Gecənin 2 rəkət namazıdır, duaların oxunmasıdır, Coşankəbir duasıdır, İmam Hüseyin əleyhissalamın ziyarətidir. Allah yaxından gedib görməyi, ziyarət etməyi nəsib eləsin.